Salam, hər vaxtınız xeyirli olsun əziz izləyicilərim. Abşeron rayonu Məhəmmədi qəsəbəsində sizə möhtəşəm yeni çıxmış həyət evlərini təqdim edirəm. Zəhmət olmasa video sona qədər baxın, bütün məlumatlar videonun daxilində qeyd olunur. Düzdür, ev haqqında ümumi məlumatları deyəcəyəm, ancaq sənədlə evin qiymətini videonun sonunda deyəcəm. Zəhmət olmasa axıra qədər qulaq asın. Bütün məlumatlar videonun daxilində qeyd olunur. Deməli, ev yerləşir Abşeron rayonu Məhəmmədi qəsəbəsində. Gördüyünüz kimi burada bir neçə dənə gözəl həyət evləri salınıb. Yəni, burada bəziləri, çoxları satılıb. Hal-hazırda burada qalan 4 dənə evdir. 4 otaqlı həyət evləridir. İndi keçək evin içərisinə. Əziz izləyicilərim, onu da qeyd edeyim ki, yəni kamera sistemi ilə müşahidə olunur. Gördüyünüz kimi kamera bax orada. Yəni hər evdə qoyulub. İndi daxil olaq evin içərisinə, həyətinə. Çox gözəl evdir, çox möhtəşəm evdir. Yəni dosta, qardaşa, qohuma layiq olası bir evdir. Deməli, ev inşa olunub 2,2 sot torpaq içində, yəni 2,2 torpaqda. Yerdən 8 daş kürsüdədir. Balkonlu evdir, 4 otaqlı balkonlu evdir. Ümumi yaşayış sahəsi 130 kvadratdır. Evin böyrünə də keçidi var. Kanalizasiya sistemi mərkəzidir. Əsas odur. Kanalizasiya sistemi mərkəzidir. Sənədləri də tam qaydasındadır. Yəni, video sona qədər baxın ki, həm də kanala abunə olun ki, belə yeni videoları izləmək üçün kanala abunə olun. Həyətinə rahat hardasa 2 dənə, 3 dənə demək olar maşın girər. Bayaq göstərdim, yəni yolu da asfaltdır. Əsas yoldan da evə 200 metrdir. Yolu da tam asfaltdır. Yəni 217 nömrəli marşrut evin yanından keçir. Çox gözəl evdir. Yəni dosta qardaşa layiq olası evdir. Kim alırsa Allah xeyir versin. Yəni zirzəmisi də var. Zirzəmisinə rahat daxil olmaq olur. Yəni, betonlanıb qəşəng. İndi daxil olaq evin içərisinə. Yəni, tam təlimli evdir, əziz izləyicilər, onu da deyim. Bir yaşa evdir. Yəni, təmirinə ehtiyac yoxdur. Təmiri burada hamısı gördüyünüz kimi ətrafı tam yaşayışdır. Məhəmməddə də, yəni məktəbə də yaxındır. Daxil olduq evin içərisinə. Gördüyünüz ki, koridoru metrlaqlanıb, yəni istipoldur. Onu da deyim, qeyd edeyim sizə. Yəni, aboylar da açıq aboylardan istifadə olunub, otaqlara yəni işıq saçır, işıq verir. Hamam, tualet, yəni sanuzel bir yerdədir, gördüyünüz kimi. Ancaq polu istipoldur. Koridordan, yəni sanuzel istipoldur. Bura mətbəxidir. Mətbəxi çox geniş, işıqlı. Burada eyvanıdır. Eyvandan da yəni balkonuna çıxırsınız. Ev dairəli cüt daşla tikilib. Görürsünüz, əziz izləyicilər. Yəni, qoşa daşla tikilən evdir. Yəni, betonu tökülüb, kəməri atılıb necə var. Yəni, bu evə söz yoxdur. Yəni, 100% qarantiya verirəm ki, bu evə. Yəni, bir yaşa evdir. Düzdür, bəzi evlər var, necə oldu tikilir. Ancaq bu ev çox səliqəli, təmiz, çox yüksək materiallarla tikilir.
Bura yəni detisk otaq idi. Otaqların ən balacasıdır. Bura zalıdır. Zalı da çox geniş işıqlı. Aboylarına da söz ola bilməz. Yəni açıq aboylar vurub, otağa çox gözəl işıq saçır. Yəni verir. Evet, bu otaqdan da həyətinə baxış. Yəni mənzərəsi var. Gözəl evlərdir. Yəni bu evdən burada bir neçə dənədir. Bir də qısaca qeyd eləmək istəyirəm. Yəni ev yerləşir Abşeron rayonu Məhəmmədi qəsəbəsində. Əsas yoldan hardasa 200 metr olar. Yolu asfaltdır. Burada bir otaqdır. Yerdən 8 daş kürsüdədir. Ümumi yaşayış sahəsi 130 kvadratdır. Bayaq dediyim ki, videonun sonunda deyəcəm. Sənədi paket kupçadır, yəni ipotekaya da yararlıdır. Qiyməti də 105 min. Yəni real alıcı olsa, qiymətində də endirim olunacaq. Çox gözəl endirim olacaq. Yəni evlər həqiqətən çox gözəldir. Kanalizasiya sistem mərkəzidə kameralarla da müşahidə olunur. Yəni kameralarda var çəkilir. Bura sanuzeldir. Yəni bütün aksesuarlar da hamısı qoyulub. Yəni bu kimi videoları izləmək üçün kanalımıza abunə olun ki, yeni videolar izləmək üçün. Sağ olun, təşəkkürlərimi bildirirəm izlədiyinizə görə.